Salam dostlar. Bugün size beyninizi işe salacak 5 maraqlı tapmaca vereceğim. Diqqətlə düşünün ve cevapları rey bölməsində yazmağı unutmayın. Gəlin başlayaq. Mən gecələr görünürəm, gündüzlər yox oluram. Amma əgər işıq mənə toxunsa, mən yoxa çıxıram. Mən kiməm? Cavab kölgə. Bir otaqda 3 lampa var. Amma açarları başqa bir otaqdadır. Otağa yalnız bir dəfə daxil olub, hansı açarın, hansı lampaya aid olduğunu bilməlisən. Bunu necə edərsən? Cavab. İlk açarı aç. Biraz gözlə, sonra bağla. İkinci açarı aç ve otağa gir. Yanan lampa ikinci açara aittir. İsti lampa birinci açara aittir. Soyuq lampa ise üçüncü açara aittir. Mən nə ağır nə də yüngüləm, amma heç kim məni çox uzağa ata bilmir. Mən nəyəm? Cavab, kölgə. Bir adam bir şəhərə səfər edir. O, bazar ertəsi otelə yerləşir və 3 gün sonra bazar ertəsi evə qayıdır. Bunu necə edə bilər? Cavab, onun atının adı bazar ertəsidir. Hansı sözü tərsinə oxuyanda belə eyni qalır? Cavab, ana, pap, radar, kayak və s. Əgər bu tapmacalardan neçə dənəsini düzgün bildinizsə, rəylərdə yazın. Belə videoların davamını istəyirsinizsə, bəyənməyi unutmayın.